İlham Əliyevdən fərqli olaraq Liviyanın ulu öndəri Müəmmar Qəddafi cəmaatını illərlə insan yerinə qoymadı. Çıxarmadığı meymunluq qalmamışdı. Bir sözlə qudurmuşdu. Yəni İlham Əliyevdən fərqli olmayaraq Müəmmar Qəddafi də son anlarında dəhşətli repressiyalar edirdi. Mən bundan çox danışmışam. Sadəcə bunu efirə qoydum ki, yəni dəyərli həmvətənlərim, diktatorların sonu gələn zaman, diktatorların sonu yaxınlaşan zaman bunlar daha da aqressivləşirlər, daha da quduzlaşırlar. Bax, İlham Əliyev də o həddədir. Deməli, Amerikadan xəbər var. Amerika Kongresi İlham Əliyevə görə sanksiyalar hazırlaşır. Baxın, mən paylaşmamışam bunu. Dünya mətbuatı paylaşıb, oradan da Əli Kərimin səhifəsi paylaşıb. Yəni, Amerika dünya mətbuatından da bura nümunələr atmışam. Deməli, dəyərli vətənlərim, dəyərli soydaşlarım, Amerika kongresmenləri bu son olaylardan sonra, Əli Kərimlinin həbsindən sonra deməli, sanksiyalar üzərində kongres işləyir. Rauf Arifoğlu Dövlət Təhlükəsizlik Xidmətinin mənə Əli Kərimlinin üzünə durmaq. Görün, Rauf Arifoğlu nə deyir? Bir qəhbənin balası nə deyir? Deyir, Rauf Arifoğlu deyir ki, mənə Dövlət Təhlükəsizlik Xidməti Əli Kərimlinin üzünə durmaq tapşırığı verdiyi barədə məlumat həqiqəti əks etdirmir, deyir. Mən özüm könüllü şəkildə Əli Kərimlinin üzünə durmaq istədiyimi deyir, Əli müəllimə, yəni Əli Nağıyevə özüm bildirmişəm ki, mən onun üzünə durmaq istəyirəm. Baxa, bunu mən demirəm ha, birbaşa Rauf Götoğlu evində qəhbə saxlayan deyir. Deyirlər ki, Əli Nağıyev DTX bunun üzünə durquzdurubdur. Yox, deyir, DTX Əli Nağıyev müəllim məni məcbur eləməyib. Mən özüm xahiş eləmişəm Əli müəllimdən, Əli Nağıyevdən ki, mən Əli Kərimlinin üzünə durmaq istəyirəm. Görün, insanda qəhbəliyin həddi var da, dərəcəsi. Bakıda balaca yağış yağdı, suyun altda Bakı üzür. Açmışam, mənzərəylə rastlaşmışam. Fikir ver. Yes, yox, bir şey yox. Yəni, Azərbaycanı məğlub edən birisi də bu yağış yağdırma sistemləri artıq çox güclənibdir. Ərəb ölkələrində belə yağış, qar yağdırırlar. Yəni, Azərbaycan topdan takdan məhv eləməyin mənası yoxdur. Elə bir dənə yağış yağdırmaq imkanatı İranda da var elə imkan. Bir dənə Bakıya babat yağış yağdıranda Bakı iflic olur. Təslim olur Bakı. Yəni, dəyərli vətən, bu qədər Bakını məğlub eləməyin asan yolu, dəyərli vətən. Dəyərli soydaşlarım, deməli, ata evinə qaytardılar. Hadisə haqqında ətraflı məlumat verək. Belə ki, oktyabrın 12-sində Cəllabad şəhəri toy dayandı. Deməli, qazilər daha doğrusu bir şey deyim, dəyərli həmvətənlərim. O sevinç var ya. Buna görə gəlmişəm. Pul qazanmaq üçün. O şey videoya hesablı 100 euro pul göndərdi. Bu Sevinç Telman qızı deyilən birisi var ha. Hökumətin ən populyar jurnalisti, 1 metr 20 santı boyu var. Danışdı burada, danışdı. Mənim Tural Sadıqlı ilə mübahisəmi efirə verdi, Məhəmməd Mirzəlini efirə verdi. Əlbəttə orada yalan da oldu efirdə. Məsələn, burada dəyərli vətənlərim, inan Allaha deyirəm ki, burada bu adam yalan. Gedib o mühacirlərə oturum satıyorsunuz. Bu yalan deyir. Burası Sevinç Telman qızının danışığın içində yalan da var idi, amma həqiqət də var. Həqiqət də var. Yalan odur ki, mən Tural hələ ki bir istiqamətindeyim, sonra bir istiqamətin. Yalan odur ki, bu adam qoşmuşam efirə Tural Sadıqlıdan pul istəməyibdir. Özü efirdə dedi. Çıxartdım efirə ki, Turaldan sən şəxsən pul istəyibsən, sənəd istəyibsən, deyir yox, efirdə səslənmişəm. Efirdə səslənmişəmsə, Tural buna baxmalı idi və mənə 300 euro pul verməli idi. 3000 euro. Gör,
qəhbəliyin dərəcəsinə bax bu. Yalçın deyilən qəhbənin balası. Və deyələnmədənlərim, bu yalan. Sonra Tural deyir, mən pul qazanmaq üçün gəlmişəm. Bu Mirzəlinin dediyi o mübahisəli söhbəti deyirdi əlbəttə ki. Sonra mən deyirəm, Məhəmməd Mirzəli deyir, mən Turaldan o inciklik olandan sonra demişəm, bəli, şübhələrim, indi o sözün üstündə dururam. Məhəmməd Mirzəli ilə Turalın arasında savaş sadəcə bir nətərdir. Qurbanın dediyi kanal necə qalxır. Sevincin burada danışığı. Turalı yerdən yerə vurdu. Açıq deyirəm. Buradan Tural Sadıqlını şiddətlə qınayıram. Sən kim idi deyən 20.000 evronu belə? Kim idi deyən? Maşını satmışdın. Və bilmirsən, sən sosialdan pul alırsansa, sən hansı maşın sürməlisən? Əgər o limitdən artıqca o pulu qaytarmalısan. İndi bax tutdular, kozor tutdular. Nə qədər quş tutdular Turaldan. Yəni, burada hələ başqa şeylər var, mesajlar. Yəni, Sevinç Telman qızı deyilən bu adam 1 metrə 20 santı boyunla Tural Sadıqlını pis vəziyyətə qoydu. Tural Sadıqlını öz silahından, öz ətrafından vurdu. Və Tural Sadıqlı bu şəraiti yaradıbdır. Yazıqlar olsun. Adam zamanında Britaniyadan belə, nə bilim, Qurgenin yanından belə gedəndə Qabil kimi oğlanı əlinin çölünlə itələyəndə və bilmirdim ki, Tural Sadıqlı bugün Telman qızı onu yerdən yerə vuracaq. Bilmirdim. Ona görə Tural Sadıqlı mənim yanımda olsaydı, bu lazımdır mənə. Zaryatka qoyuram, yoxdur, tez get. Tural Sadıqlı, ala, yığırdı, ala, hey, ala, yığırdı biraz bəs. Tural Sadıqlı, öpküm. Tural Sadıqlı Qabilin yanında olsaydı, o müəyyən birlikdə addımlar atırdıq. Sevinç Telman qızı bu qələti eləyə bilərdi mi? Açıq deyirəm, baxıram Telman qızı profesional hakimiyyətin jurnalistidir. Tural Sadıqlı da profesional deyək müxalifətin jurnalistidir. Açıq deyirəm, bu diskusiya, diyaloqa baxdım. Açıq deyirəm mən burada. Nə qədər acı olsa da deyirəm. Bu nədir? Telman qızı. Neydi bunun adı? Telman qızı hər neysə. Bu Sevinç Telman qızı Turala qalib gəldi. Bu neçə gündür dalaşırlar, ha? Turala qalib gəldi. Tural Sadıqlını yerdən yerə vurdu. Tural deyir, mən söyüş söymürəm, Sevinç Telman qızı gəldi. Otağında polis basıb, yəni kimsə qayırırmış, nə bilim, neynirmiş. Lukashenko'nun mehribanı qayırdığını deyənməz, demir. Amma Sevincin başqasını deyir qayır. Elə qayırmaq bu həddə ilə İlham Əliyev ailəsinə də danışdı. Biraz represiyalar olan kimi, Vidadini vuran kimi. Başqa dedi ki, mən heç nə sizi təhqir eləməmişəm, söyməmişəm. Mən niyə hədəf alır? Yəni, Tural hər quşa, hər ağaca qondu. Sən, hər quşun öz qonacağı ağac var. Bələcə bilə bitdən quşlar kolluqlarda olur. Qartal qayalarda olur. Boz qarğa leşin içində olur. Sən hər tərəfə getdin, ay Tural. O Şahinin yanına qalxmağa da qalx. Qartalın yanına da qalxdın. Onları bəyəməyib düşdün boz qarğanın yanına düşdün, o pox, leş yiyən quşların yanına da düşdün. Hər tərəfə getdin. Hər oyun çıxartdın. Lazımsızca pul göstərdin. Lazımsızca nə göstərdin? Lazımsızca etməməliydin. Etmə. Səsim indi necə gəlir dostlar? Etməməliydin ay Tural. Səsim indi necə gəlir dostlar? Bunu yazın. Çünki mikrofonu qoymuşam altı deyil. Səsim necə gəlir? Sən etməməliydin Tural. Sən indi mən neytral bir adam kimi deyirəm. Hakimiyyətin profesional jurnalisti,
Hakimiyetin profesyonel jurnalisti Sevinç Telman kızı seni nakauta saldı. Seni nakauta saldı. Seni uduzdurdu. Seni birbaşa uduzdurdu. Seni pis güne koydu. Seni ümumiyyətcə sındırdı. O Vorzakan kimisi. Nədir belə pis çıxmasın bu. Elə bir o söhbət xırdalayan adamlar var. Ha, belə özü danışanda da birinci dəfə deməm bunda gördüm belə. Zonlu danışır. Elə bir kişilər ki mübahisə edir. O zakon talkavat edir. Hadi canlı. Belə deyir. Hadi canlı. Triyapka. Hadi canlı. Belə danışır Sevinç Telman qızı. Mən şəxsən acı içində deyirəm, Sevinç Telman qızı Turalı pis günə qoydu. Çünki Tural bugün birinci xalq cəbhəsinə baş qaldırdı. Dalanla nə bilim kimlərə, sonra bir də isə bizə, bir oruna. Tural meydanda bugün tək qaldı. Biraz Məhəmməd Mirzəli, bir bazı da Osman qızınla əlaqələr hər şey həll eləmir. Və dəyərli vətənlərim, əvvəldən axıra kimi birinci dəfə idi ki, Telman qızının mən efirinə baxırdım. Əvvəldən axıra izlədim. Nə günə qoydu Turalı, nə günə qoydu. Və 90% də haqq var. 90% də haqlıdır. 100% orada yalancı kadrlar da var idi. Amma 90% haqlıdır. Haqlı şeylər, subutlar qoydu ortaya. Çox biabırçılıq. Biabırçılıq. Düzdür, indi Tural nə eləməlidir? Sadəcə 2 paçka, bir yer dollar olur. Ala 2 paçka, nömrəvi pulları idi ala. Ala. O, özünü niyə öldürürsən, ay Telman qızı? Bunu deyirlər. Qaldı mənlə Mirzəli ilə o köhnə söhbətdə qarşı durma elə deyə bilər. O adam yalancıdır o. Sənət satmaq deyən. Tural kimdir ki sənət satar? Ümumiyyətlə Tural kimdir ki sənət satar? Tural istəsə də sənət satanmaz. İstəsə də bunu bacarmaz. Yəni, sənət elə belə havadan düşmür ki satmaq. Alman devləti bunu sırası təsbit eləyə bilər. Yəni Sevinç Telman qızı nifrat çıxartmaq lazımdır. Tural bunu bacaracaqmı? Hər nəysə Tural bunu bacaracaqmı? Dəyərlənmə. Özləri bilər. Mən qarışmıram. Mən qarışmıram. Elşad da belə eləyir. Elşad da belə eləyir. Oyda 6000. Elşad o limitdən keçməyibsən. Sən o pul göstərsən ha Elşad. O limitdən keçməyib. Hamı bilir ki sən alver edir. Sən alverin daha doğrusu limitdən keçmir. Deməli Sevinç buna bax. Elşadda da var. Bax Sevinç. Elşadda da var. Bax ay Sevinç. Elşadda var. Hər nəysə, Tural Sadıqlı Sevinç Osman qızı bilmirəm. Özlərinə profesional jurnalistlər deyirlər. Sevinç Osman qızını yerinə soxdurmalıdır. Və salam. Qaldı ki, orada detallarla baxırsan ki, yalanlar da var, subutlar da var, faktlar da var. Yəni, %70, 80, 90% Sevinç güclü çıxdı, haqlı çıxdı. Bu söhbət ilhamdan getmir. Sevinç orada ilham adı çəkmir. Prezident, mirzident, götə girmir, danış. Sadəcə sən zakonla səni pis günə qoyur. Sən də zakonla onu pis günə qoymalısan. Nələr çıxartmalısın ortaya. Bilmirəm, o puldan ver o Sevincin ətrafından. Nələr elə. Sonra çıxardır, şəkillər qoyur ortaya. Sən bizim redaksiyada işləmək üçün sən yalvarırdın deyir. Sonra xanımınla dalaşdığı şəkilləri qoyun. Həm orada deyir, bax, sənin deyir, peysər çıxardıram deyir mən. Bax, sənin deyir, bu arvadı qəbul eləməməliydin. Həmən günü bildiyin günü nə eləməliydin. Mən Tural Sadıqlı görürsənmi? Canavar tək qalanda çaqqallara yem olur. Elə bilirsən o Sevinç Telman özü hazırlamışdı. Mir Şahinlər, Rauf Arifoğullar hazırlamışdı. Kamal hazırlamışdı. Hələ bir hissəni verdilər və səni nə günə qoydular. Sən də komandana həriyə bir göt atmasaydın, həriyə bir boynuz atmasaydın, sən bugün Sevinç kimi 1 metrə 20 santı boyu olan adam səni
səni niprav çıxardanmazdı, çıxartmağa çalışmazdı. Yəni hər nəysə. Hər nəysə